İçəridə maraqlı və kiçik bir məclis qurulmuşdu. Bu balaca darısqal evi genişləndirən də yenə saz idi. Fürsətdən istifadə eləyib sənətkarın işığına yığışmış dostlarından xəbər aldım ustadım. 20-ci əsrin virtuoz saz sola ifaçısı məhz Ədalət Nəsibovla bağlıdır. Ona görə ki, Ədalət Nəsibov saza elə yeniliklər gətirdi ki, İradə xanım, vaxtilə tar aləmində Mirzə Sadıq Əsəd deməli 1876-cı il, 78-ci illər arasında islahatlar apardığı kimi, Ədalət Nəsibov da saz aləmində yeni islahatlar apardı və yeni yeniliklər gətirdi. Sazın qolunda pərdələrin sayını artırdı. Göstərə bilərik. Məsələn, saz yanımızda var da. Məsəl üçün, vaxtilə ustad sazlarında 14 pərdə olmuşdu, 13 pərdə olmuşdu. Amma Ədalət Nəsibov bu pərdələrin sayını gətirdi, 21-ə çıxartdı, 24-ə çıxartdı. O da ifaçılıqdan irəli gəldi ki... Bax, mən bilmirəm də bu nə deməkdir. Artırmaq nə etmək deməkdir? Yəni, nəyi artırdı? Bəli, bu pərdələri bilirsiniz, burada yarım tonlar var. O Ədalət Nəsibov, bax, bu qolunda, sazın qolunda pərdələr var. Məsəl üçün, olmuşdu bu pərdələr, şah pərdə deyirik. Sinənin şah pərdəsi, olmuşdu təznis pərdəsi. Amma burada yarım tonlar var. Görürsən, bunların hamısını Ədalət Nəsibov gətirdi. O ifaçılıqdan irəli gəldi ki, buna ehtiyac olduğuna görə Ədalət Nəsibov zaman-zaman bu pərdələri artırmağa başladı. Və mənim aləmimdə, bütün saz aləmində, İradə xanım, saz səsi gələndə bütün insanlar, türk dünyasında, bütün dünyada, bəşərdə yaşayan insanlar birinci önünə kimi gətirir? Ədalət Nəsibovu. Və çox maraqlıdır ki, Ədalət Nəsibovun mizrabından, sazın səsindən bütün xalqımız onu tanıyır ki, bu Ədalət Nəsibovdur və yox. Və yaxud da başqasıdır. Onun ifaçılığı elə bir forma gətirdi ki, mən belə hesab edirəm ki, Ədalət Nəsibov sazın akademik bir məktəbini yaratdı. Bu bizim folklorumuzda konkret bu sözün adı var. Folklorumuzda elmlər namizədi yoxdur, elmlər doktoru yoxdur. Folklorumuzda bir adı var, ustad. Aşıq ayrıdır, ustad aşıq ayrıdır. Ədalət mən bugün sağ olan, bəlkə də deyim sonuncu magikandır da. Bəli. Mən tamamilə sizinlə razılaşıram. Ədalət Nəsibov kimdir? Belə bir sual meydana çıxır. Ədalət Nəsibov həm sazın bəstəkarıdır, həm dirijorudur, həm də müəllimidir. Yəni, Ədalət Nəsibov olmasaydı, inanırsınız, çox boşluqlar ola bilərdi. Hələ də köhnə, o dediniz 13-14 pərdədən qalmışdı. Bəli, onda da qala bilərdik və yaxud da Ədalət Nəsibov elə xallar gətirdi, mizrab texnikaları gətirdi, elə havalar gətirdi, elə güllər gətirdi ki, biz Sovet qurumunda yaşayırdıq. O vaxtda çox çətin bir zaman idi, bu telekanallarımız yox idi. Amma Ədalət Nəsibov o kino vasitəsilə Yanıq Kərəmi elə çaldı ki, bütün dünyada Özbək, Kazaq, Qırğız, bütün Türk dünyasını fəth edir. Ədalət Nəsibov xoşbəxt bir insandır. Onun sağlığında, onu xalqımız heykəlini qoyub və dövlətimiz tərəfindən Ədalət Nəsibova adlar verilib. Bu, böyük hörmət deməkdir. Ədalət məktəbinin, mən bu günləri buraya gəldim, inanırsınız, ürəyimdə başqa məqamlar gəldi ki, mən ustada dedim, ustad, zaman gələcək ki, sizin Bakı şəhərinin mərkəzində, Gəncədə, Qazaxda Ədalət Nəsibov ev muzeyimiz olacaq. Sen vererdim ala gözlerim
könlünü verməzdin ailələr özgə biriyle Masanın digər kənarında isə sənətkarın ən son tələbəsi əyləşmişdi. Ocağa gələsən, tələbəni dinləməyəsən, bu sadəcə mümkün değildi. Qoçaqdan olmusan, qoçaq ol günan, xatadan baladan qaçaq ol günan, mərd ol, igid ol, alçaq ol günan. Demə quvarlıyam, pulum yaxşıdır. Elə məclis qızışmışkən ustaddan bir məsələni xəbər alıram. Çoxlarını narahat edən bir məsələ. Yanıq Kərəmi oynayarlarmı, oynamazlarmı? Özüm demişəm ki, Yanıq Kərəmi oynamaq olmaz. Özüm mənə xahiş edirlər. Mən demişəm ki, mən Yanıq Kərəmi çalmıram. Adını çəkmirəm sizin miskinli. Bu günləri zadda Aşıq Solmaz gildə o gündən də bir 7-8 il olar. Təşkil verədilər ki, bir Yanıq Kərəmi çala oynayaq. Mən sazı qoydum stolun üstünə. Dedim mən birinci oynamaç çalmıram, ikinci də ki, Yanıq Kərəmi oynamaq olmaz. Hemen o adam da durur, bu saat qağama çatdı. Onda da dedi ki, sen çalmışsan çalanımız var. Getdi Fəzali ki, Fəzali götür, ondan bir Yanıq Kərəm çal, bir oynayaq. Dedi ki, usta, icazə verirsən, sən sadəcə bir hava çalım. Dedim, bir hava çal. Bu götdü, dedim, icazadır ya, götür çal, nə havasısın. Bu səfə yol verir. Yanıq Kərəm çaldı. Yanıq Kərəm çaldı, bunlar da öyrəndi. Dedim, belə olmaz axı. Siz məndən örgəlirsiniz. Yine də üzümə qayıdıb, belə, üzümə durmağınız bu alınmır. Yanıq Kərəm çalsam, mən çalardım da. Deməli, hazır mən özdə oyun getməsin yani. Yanıq Kərəmin zulümlər olur, bəlalar çəkib. Ama o mahnı çok oynaqdı. O mahnıda bir ağrı, istirab... Ben bir balaca buyur. izah gətirim ki, bəli, Ədalət Nəsibov Yanıq Kərəmi elə ifa etmişdi, doğrudan da insanın məhv olur, insan qulaq asanda bir fəlsəfə var. Ədalət Nəsibovun ifası. Mübarək, üzr istəyirəm, qurban kəsilim sənə. Tofiq Tağızadə o havanın yarısını kəstilər. Böyük, Allah rəhmət eləsin, böyük bizim rejissorumuz idi ki, əməksiz bir adam idi. Bu Kazımovski zadı, onlar hamısını, mən hamısını tanıyam, hamısı. Bu indiki cavab ne olur? O atasıyla da olmuşam. Orada nə qədər kəstilər, mən zindanda çalmışam Komsomollarını. Mənim də Komsomollarla var, sarılırdı zindana. Orada Ruhani çalmışam. Sonra orada mən bir Hicran Kərəm çalmışam. Axır dəqiqədə Cəlal güllələnəndə Kərəm ki vurur, hay gülür. Bax, orada Yanıq Kərəm çalır. Gərək Komsomol Bəxtiyarın başını gətirəsən mənim üçün. Hı? Ana Aşıq Vəli. Buyur bəy. Aşıq, Şəkər bəy bunun beşiyinin başında sənə nə çaldırardı?
Yanıq Kərəm bəy. Çal aşıq. Ağa bəy havasıdır. Çal. Çal aşıq, çal. Çal aşıq, çal. Komsomolun canı it canıymış. O bircə qağanın qəbrinə and verirəm səni. Kələntər dayı, ürəyimin nişanı ağrıdır axı. Bir məsələ də məni narahat edir. Sazı 5 barmağı kimi bilən sənətkar bəs niyə oxumur, yalnız ifaçılıqla kifayətlənir? Heç demə, onun da öz səbəbi var. Mən bildiyimə görə belə bir əhvalat eşitdim. Mən istəyirəm dəqiqləşdirim. Bu doğrudan da mı belə olub? Aşıq ədaləti zəhərləmək istəyənlər olur. Bəli. Məni Gəncədə Amirov var idi, professor. Gəncənin ən baş həkimi Amirov. Atam onun yanına gətirdi. Amirov da dedi ki, bu bizlik deyil. Bunu təcili Bakıya çatdırmalısınız. Mənim dostum idi İbrahim Topçubaşov. Rəhmətə getdi, o mənim dostum idi. Onun mənim haqqımda məqaləsi var. 100 suala bir cavab. 100 suala bir cavab 40 ildən qabaq. Sonra rəhmətə getdi mənədən. Allah çiçəklərini bağışlasın. Orada məni zədə saldırdı. İndi uzi deyilsin, nə deyilsin. Bax, elə bir aparata saldırdı. Ələk kimi. Boğazınız deşik-deşik. Ha, belə ələk kimi bax, belə deşik. Deyir, bu nə uşaq, nə yaxşı ölmür falan eləmir, peşməkər eləmir. Ölməmişəm də baxdım lan. Nəsə burada müalicə elədi, falan elədi, nə yazdı, nə elədi, nə elədi. Atam məni geri apardı. Bizə şey tapsırdı ki, buna deyin ki, uşağı qoymayın danışmağa. Yemək istəyirsən, yaz, ya əlinin bara, bir şey demək istəyirsən, onu yazı ilə. Məsələn, falan kostyumu giyinməliyəm, falan paltarımı, falan köynəyimi giyinməliyəm, onu əlimlə. Bir il danışmaq istəyirəm, bir il. Əməl eləmədiniz. Əməl elədim, bir 2 ay qaldı, tamam əməl eləmədim. 8-9 ay bax belə əməl elədim, sonra da başladım danışmağa falan eləməyə, bax belə oldu. Mən bildiyimə görə sizi Səməd Vurğun da oğulluğa götürmək istəyir, hə? Səməd Vurğun, bəli, indi bax bunu qoyduq indi belə. Səməd Vurğun mənim atamla atam ayaqqabı tikir. Bəni bir qoca kişi apardı Ermənistandan, Polad ayrımdan. Sarıyev Söyün adında. Səməd Vurğunun ildə 2 dəfə, 3 dəfə, 5 dəfə belə gələrmiş, mən nə tanırım Səməd Vurğunu. Özüm də oxuyurdum onu da, bilmirəm, 1-ci sinif, 2-ci sinif. Bu kişi mənə aparırdı həmişə, oxudurdu, ölürdü həmən bu adam. Dolanırdım da, öyle aləmə də kömək eləyirdim. Sonra bir gün dedi, bana bir yaxşı, təmiz yuyun elə falan, səni bir yerə aparır. Hamam yox falan yox da, bir vedrə suyu anam qızdırdı yazıq, anam başım mənki xalad elədi. Sən demə, rəhməti sən adamdır. Oxşuyuram mı? Eləcə getmişəm çalma oxumağa, orada caz bu mənə çox xoş gəldi, belə həddindən artıq xoş gəldi. Aparıza nə dedi? Gəldi mənim atam yanına. Dedi, oğlum, sən aparsam olar mı? Deməli, dedim, əmin. Atam belə,
Cəhdi atam da oturub bir belə taxt qabağında üstürmə iqtisadi var. İşləyir, iynəsidir, bizidir, nə bilim, mumudur, sabırıdır. Böyle də işləyir, pinəçədən. Dişini yanardı, salam verdi. Atam, aleyküm salam. Hoş gəlmişsiniz. Ondan sonra dedi ki, atam da müharibədə olub, 7 il yaralı gəlib falan yeri tanımır ha. Dedi ki, kişi səndən bir xahişim var. Adın nə? Dedi Məhəmməd Əli. Məhəmməd Əli. Dedi, işləyirəm Harun Ali. Dedi, bu uşağı mənə verərsən, mən aparam Bakıya. Görürəm, əlində zəifdir, bu uşağı mənə ver. Həm yəni, qardaş kimi, dost kimi, məsələn, el oğlu kimi. Uşağı ver, mən aparım özümü. Atam bu saatdə dedi yadımda, dedi mənim gözümün ilk oğudur. Müharibədən gəlmişəm, onu gözüm içmişəm. Onu verə bilmərəm, incimə xahiş edirəm. Dedi, onu verə bilmərəm, incimə xahiş edirəm. İlk oğudur. Rəhmətli istəmədən biraz... Dedi, yox, mən istəyirdim uşağı aparam bir... Özüm elə ona ikinci atalıq əmili yeliyəm. Neyse atam razı kalmadı. O da çıkarttı. Oradan bir pavedası var. O kadar oturmuşam onun pavedasında. Bir böyle pul ne bileyim o vaxtı 30 mindi, 40 mindi, 20 mindi. Vereceğim onun o kabakta stol var. O stolun üstüne töktü. Dedi onda uşaqdan muhat ol. Bak bu da şu an paltar palazı bir müddət ödüyor. Gene gələndə sana hörmət edəcəm. Bak böyle olur. Bəs diletantların baş alıb artdığı aşıqların şou biznesə bağlılığı ilə bağlı ustad nə fikirləşir? Oradan elden kopan bir taraftan Gədəbəy, bir taraftan Toğuz, bir taraftan Gürcistan, bir taraftan ne bileyim Dəmir Qapıcı. Elden kopan özünü verip o çayxanaya, o dıraqtına, o ustaqarısa, onu da 10 manat 5. Ona göz dikip, ona şirniken adam gelip ustağım dərsini almaz. Senden aldım Abbas Divarqanlının dərslərini. Kime vereyim onu, kime değil? Kime satım? Ona göre de indi ustaya yaxın gəlmir. Elə biraz səsi var, bağırır, çığırır. Amma görürsün, ikicə kəlmə. Bir ustad qarşısında bircə kəlmə bax. Böyük sənətkarım bu alim adam. Bircə kəlmə. Onun huzurunda ikicə kəlmə təmiz bildiği sözü, əzbərdən bildiği sözü desin. O saat Mübariz müəllim deyəcək, burada kuş bıraktım, burada böyle oldu. İndi daha ustad saat yoxdur. Eləcə məktəblər açılıb. Orada 5-6 tane, 10 tane indi hamısı saz müəllimi olub, biri də alim adam. Bu arada mənzildə gözümə qəribə bir əşya dəyir və bu şişənin içində nə olduğunu öyrənəndə təəccübümü gizlədə bilmədim. Deyirlər ki, xarı bülbül hər yerdə bitmir, ancaq Şuşada bitir. Elə bir söz var. Həmin xarı bülbülün sanki canlı variantıdır da, xüsusi məhlulun içində saxlanılır bu, şişənin içində. Bunu sizə necə əldə eləmisiniz, necə tapmışsınız bu xarı bülbülü? Kim verib bunu sizə? Bir nəfər Şuşada... Baxın, nə maraqlıdır. 40 il var da, elə 15 il mən buradayam. 40 ildir bax bu şüşə Ədalət Nəsibovun evində də onu qoruyub saxlayır. Mənim üçün çox maraqlı oldu. Mən görməmişdim xarı bülbülü belə. Hamı üçün ki maraqlıdır. Belə şey hardadır ki? Gəlmişkən bir keçmişlərə də boylanıram bu xırda evdə. Gəncliyindən, dünənindən xəbər alıram. Xatirələrinə dönürük bir anlıq və sonra yenə geriyə. Yenə çalıb oxuyur, yenə könlümüzü əyləndirir, bizi feyziyab edir sənətkar. Onun gözlərinə, barmaqlarına baxıram. Bir avtoqaza zamanı barmağını yaralayıbmış, amma çoxları bunu bilmir. Bəziləri ədalətin ifasına çatmaq üçün barmaqlarını bilmədən onun topal barmağı kimi tutub sazı dilləndirir. Əslində isə unudurlar ki, heç bir sənətkar barmağı ilə ifa etməz. Çalan onun ürəyidir. Bu ürək isə o qədər eşqlidir ki, dağları, çayları qodlaşdırıb beyninə, barmağa, qulağa ötürür. Allahdansa sənətimizi qoruyan bu barmaqlara, bu ürəyə can sağlığı, uzun ömür arzuluyuram. Bəlkə də deməli, şikayət etməli, müzakirə etməli, etiraz etməli çox mətləb var. Söz isə həmişə öz yerində bitməyi sevər və biz də sözün bitdiyi yerə gəlib çatırıq. Halallaşmaq zamanıdır. Söhbətimizi necə bitirəcəyimi düşünərkən ssenarimin son sözlərini tamamlamağa ustadın özü yardımcı olur. Saat hal-hazırdakı bu şen olmuş müstəqil vaxtımızda ulduzlar peyda olur. Məsələ burasındadır ki, indi bax bu söz burada belə gəlir ki, indi bizi də gətirib ulduzların müstərəm gəlcəsinə ki, ulduzlar, kocaman ulduzlar yaddan çıxmır mı? Bunun adı nədir? Əslində
hamı ulduz ola bilər, özünə ulduz deyə bilər. Amma hamı sönməyən ulduz ola bilməz. Bəh. Eşq olsun sana. Təşəkkür ederim. Mən sönməyən ulduzlar ha fikir ver ha. Çox gözəl. Mən bütün ATV işçilərin hamısından, operatorlardan, belə oranın nəzmində olan nə qədər işçilər var, başda da rəhbəri olmaq şərtilə. Hamınıza təşəkkür ederim.